Her birinize selamlar dostlar. Her biriniz yeni bir videomuza yeniden hoş geldiniz. Bugün sizlerle birlikte sizlere süper kapatmanıza kömək edecek bir program tanıtacağım. Bu programı tanıtmamızdan əvvəl bunu demək istəyirəm ki, bilirsiniz artıq biz Ramazan ayındayıq. Bütün oruç tutanların, namaz qılanların Allah oruçlarını qəbul, namazlarını da qəbul eylesin inşallah deyərək keçirik videomuza ki, uşaqlar oruç tutmaq üçün və namaz qılmaq üçün sırf Ramazan ayı olmalı deyil. Bunu da xatırlatmaq istəyirəm. Yəni sonra demeyin abi sen dedin Ramazan ayında Allah kabul etsin. Yani sadece Ramazan ayında olduğumuzu bildirdim burada. Neyse uşaqlar, səhər-səhər sizlər üçün video çıxardıram. Çünki vaxtım olmayacaq demək olar ki, bugün hadisə 2-3 gün olar video atmıram. Sadəcə canlı çıxmağa çalışırdım ki, onu da dünən asa bilməmişəm. Bugün çəkirəm videonu, bugün də çox edit olmayacaq, amma atacağım YouTube'a. Neyse uzatmadan biz keçirik videomuza. Siz atdan videoya like atın, abunə olun, biz də keçirik videomuza. Uşaqlar, bugün sizlərə Azərbaycanın ən güvənli, ən sürətli, ən ucuz yerlərindən birini, elmas vurma və s. vurma yerlərindən biri olan Senor Shop'u təqdim edirəm gördüyünüz qədərilə. Senor Shop'da uşaqlar tam ucuz, sərfəli və sürətli bir şəkildə Free Fire, elmas, PUBG, UC, standoff və hər nəsə, onunla TikTok'a jeton və s. uşaqlar. Gördüyünüz qədərilə bunları vura bilərsiniz. Tam güvənli və tam sərfəli bir şəkildədir. Əlaqə nömrəsi onsuz ekranda görürsünüz. Bir də mən təkrarlayıram 051 422 20 21. Bu nömrə ilə əlaqə saxlayaraq elmaslarınızı güvənli və rahat bir şəkildə ala bilərsiniz. İndi isə keçək videoya. Uşaqlara videomuza olaya girdim. Çünki kafadan vuruş atsamayıb saat 7:27 gördüyünüz qədərilə beğenişine para oyunu. Görək necə oynayacaqlar. Oluyor ama sen ben ikinci oyunumda var. İkinci oyunumda. Bunda kastı var. Görürsünüz kanka yaxşı kafa atır. Ancaq niye kastı olmuş olmadım ben. Şu barda açıq. Zənciriyən də belə yoxdur. Gecəydim. Buralar bu arada video abunə like atmağı unutmayın. Qaqaz əlinizdən gəldiyi qədər hassasiyet proqram. Öyrət nətər istəyirsiniz. Siz proqram videosu istədilər. Gətirdikdə bir də dedik qaqa. Takipçilərimiz istəyibsə biz gətirməsək ayıb olar. Ay, getdik gətirdik uşaqlar. Bizdə bir dənə kasmasa daha yaxşı oynayacaq. Getdik gətirdik bizdə proqramı dedik. Ben updation eləyək də bunu. Bu arada uşaqlar videoya yazılan yorumlara ola bizim bir gün içərisində cavab verəm. Həmən kimi yəni daha tez cavab verə bilməyəcəm. Dediyim kimi bugün işlərim türklərmiş yoğun olacaq. Ha, Sabarina kırıldı. Oy, yaşa. Bu arada uşaqlar proqram sizə belə bir ipucu verə bilərəm ki, ə, proqram mənim köhnə çəkdiyim proqramlardandır. Köhnə çəkdiyim proqramlar nədir? Belə deyim də sizə. Həmin proqram öz bilirsiniz ki, il dəyişdikcə proqramlara güncəlləmə gəlir. Mən də özüm ki, ehtimaldan gəlir. Dedim, ay, qoy bir dənə bunu yoxlayaq, görək həmən kimi işləyir. Bu arada bu paylaşdığımız video deməyəcəm nə qədər izlənmişdi. Çünki proqramda sonsuz videoda paylaşmışıq. Amma çox sevilmişdi. Bunu deyə bilərəm sizə. Ona görə həmən proqram videosunu yenə gətirdik. Yəni gətirdik, uşaqlar xahiş edirəm, videonu paylaşaq. Artıq da xahiş edirəm. Qoy, daha çox insan qarşısına çıxsın. Görürsünüz qaqaba, 4 vuruş vurdum, biri dəqiqdə, amma 3'ü və düz boynumdan keçdi. Görürsünüz, ya başın üstündən, ya boynumdan. Yəni aparır qaqara başa. Görək uşaqlar, nə edirik də. Editləmək də bir axıl olmayacaq qaqa. Qoy adam yazdı baxsam. Üstə çıxmağım çox pis oldu. Mən üstü niyə çıxdım ben? Oy, burada dediyim kimi bu arada uşaqlar. Demək olar ya ikinci oyunumda ya bir, bəlkə də 3 dolarlar bilmirəm. Qaqa, sizə görə bir iki tur yanlış kurt girirəm. O da bədən girdiyimə görə tarayanlar zat gəlirdi. Başım xarab edərlər, çıxırdım oyundan. Ona görə də qaqa. Qaqaz nə də qızır. Bir də videoya görə şey eləməyə çalışıram.
Qaqaş bir dəfə vurdu, çaşır sənə. Bir dəfə vurdu, çaşır. 4-2-yə qədər gətirib çıxartdı oyunu. Mickey Mouse. Adı Mickey Mouse. Qaqaş kimdir bu sən? Azərbaycanlı çıxarayım. Mickey Mouse. Diyor. Yok yok qaqa biz Mickey Mouse vurmağa gedirək. Diggle vurdurmamışıq. Var Diggle yoxlayayım baxayım. Yedirəm. Balta qaqa. Görürsün arkadaşlar. Nərim o gedirik qaqa düz kafaya. Problem bizdədir. Mənim əlim qızmayıb. Risk buraxıram. Gözləyim. Parmaq səsləri gəlir yüzümü qızıram. Sürətli oynamaq istəyirəm. Qorxuram parmaq səsləri gəlir. Şuradan diyor. O arkadaşlar şey yapamadı. Ay, ben de diyeceğim bu. Uy çok köşe tuttu bu arada. Neyse ikinci oyunumuzu ataq ya proqramı göstərək arkadaşlar. Şey olar deməli ikinci oyunumuzu atmadıq. Deyim qoysan bir dənə söhbət edeyim. Söhbəti qarışdır. Ne yeyirik, ne etmirik. Bir dəfə qoyun deyək. Şey olar deməli bizim WhatsApp qrupumuz var və 60 nəfər keçdi artıq WhatsApp qrupunda. Hər biriniz dəvətlisiniz WhatsApp qrupumuza. Yəni buyurub gələ bilərsiniz. Bir də şey olar hassasiyyət istəyənlər YouTube'a yazır. Mən əvvəl bilirsiniz YouTube'dan hassasiyyət verirdim. Amma artıq YouTube'dan daha az hassasiyyət verirəm. Yəni biz yorumlara YouTube'dan daha az hassasiyyət verirəm. Əgər bir şey olar hassasiyyət istəyirsinizsə TikTok'uma yaza bilərsiniz şəxsə. Yəni məsələn videodakını bəyəndim, atdım hassasiyyət videosunu. Sadəcə öz telefonuma bir də hassasiyyət istəyirəm. Telefonun adının, yəni markasında. Ondan sonra takip atırsan, bir dənə videomu bəyəndirsən, düşüyor. Yazırsan ki Qaqa sizin normal hassasiyyət verir, pulsuz zatsız. Gedib oynayırsınız Qaqağa, gedin kef edin. Başqa nəyimiz qaldı? Deyirəm qoy söhbət edək ki, video bu biraz uzansın. Başqa qalan bir şeyimiz demək olar ki, xeyr yoxdur uşaqlar, başqa qalan bir şeyimiz yoxdur deyəsən, belə fikirləşirəm. Uzatmadan videoya keçmək istəyirəm. Şeyler gələnmə, bir uşaqlar ki, qoy bunu da bildirim, klanımıza alım var, klanımız 5 səviyyədir. Bu həftə yox, yəni üzümüzə gələn birinci gün yox. İnşallah gələn həftə, gələn birinci günə qədər klanımız 6 səviyyə olacaq. Klandan bu birinci gün bir çox adam çıxarılacaq. Klandan 15 gün ərzində ad X9 tağı qoyulmaq məcburidir. Gəlib şey edə bilərsə, ən az həftəyə 2000 kasmalısınız da, bir həftəyə ən az. Ne deyirdim? Gəlib uşaqlar klanımızda da kasa bilərsiniz. Klanımızdakilarla video və s. çəkirik. Siz də o videolarda iştirak edə bilərsiniz. Gördüyünüz qədərilə 3000 bu 2000 plus eləyəcək Mərahim. 1500 bu da 2000 eləyəcək. İmperator var. Bunda da 2000 olacaq. Bu iki hesabla oynayır Mərahimlə İmperator. 1700 eləyib burada buraxıb. Yeni gələnlər var. Bax bu yeni gəlib Luna. Təzəliklə gəlib. 140 kasıb. Elə bu gün gəlib. Bax başqa uzatmağa eləmələri ehtiyac yoxdur. Tacida 642 kasıb dünən gəlib deyəsən. Bircə günə 642. Ya 2 günə bilmirəm. Belə bir şey. Varzakon 3000 kasıb. Nəysə uzatmaya qaqa uzatmaya. Namik kim də çıxart bunu. Kasmaya veç. Nəysə. Nə indirik qaqa? Keçək quruma. Gəldi uşaqlar quruma. Play Store-da axtarırsınız. Axtarış yerinə basıb buradan go xeyir. Altdan uşaqlar Free Fire və s. yazaraq adını sildim. Yəni tam sıfırdan indirirəm və sizlər üçün buradan. Qoxit gördüyüm qədərlə bura gəlir. 500 mindən çox indirilməsi və s. və s. Buradan quraşdırına basırıq. Tam sıfırdan sizlər üçün qururam qaqa. Hər biriniz baxın görün necə bir şeydir. Hassasiyyətdir. Proqramdır. Qoxit gəldi. Bir neçə saniyə gözləyirik. Gözlədik. Gəlir inşallah qoxita daxil oluruq. Qoxita daxil olduq. Bir neçə saniyə gözləyib. Reklam gəlsə atlayacağım. Buradan ingiliscəsi nədir onun adı? Adım verir və s. verir. Buradan sensitivity level var. Buradan uşaqlar gəlib 3-dən 6 arası, məsələn 5-4 seçə bilərsiniz. Buradan 5 seçirik. Speedi buradan bura qədər arası gətiririk paşda. Deyir ki DP, deyir no DP, DP işlədirəm və ya 600 plus. Məsələn sən 620 və s. DP qoydun, bunu qoydun, gəlirsən bir hassasiyyət verir aşağıda. Bunun medi görürsən bax burada deyir. Bir falan qədər məsələn işləyəcək. Və ya bunu qoydun da belə işləyəcək. No DP yəndə isə gözlə verin, mənfi 600 DP hətta.
Belə. Yəni mən burada 620 sayı deməyi fikir edirəm ki, M daha yaxşıdır, daha yaxşı xüsusiyyət verir. Hər dəfəsində görə görə telefon modeli şeyinə görə dəyişir. Yəni hər dəfəsində sən bu verdiyi əgər bəyənmədinsə başqasını da verir, təklif edir. Artıq hər hansını bəyəndirsən, nəysə aşağı gəlirsiniz. Aşağıdakıları aktiv edirsiniz. Aktiv edirsiniz. Reklam gəlir deyə qorxuram, ona görə gözlə. Etdiniz. Sağ aşağıda qapı var, ora vurursunuz. Söv. İşiniz bitdi. Bitdi qızı. Free Fire girirsiniz, yargı dağıdırsınız. Sadə və asan qurulumu var. Abunə olub, like atmağı unutmayın. Hər birinizi sevirsiniz. Allah'a emanet. Sağ olun.